bilirik ki, mən əslində bir dəfə çox təsadüf nəticəsində Nigarı yolda gördüm, qızı ilə gedirdi. Bir neçə il bundan öncə qızı ilə gedirdi və mən kənardan o mənə yaxınlaşana qədər onun ona qarşı olan münasibətini də gördüm. Bilirəm ki, evdə təbii ki, tamam başqadır da. Yəni artıq bütün məşhurlar yəqin ki, evə girəndə o məşhurluqdur, tanınmaqdır, bunların ulduzluqdur, bunların hamısını kənara qoyur girir evə. Dedilərin hamısı mikrofona gəlirmi? Gəlirsə yaxşıdır. Gəlirsə işte. Necə böyüdürsən qızını? Ən çox nələrə aşılayırsan, nələrə yox deyirsən? Bacardığım qədər yox demirəm. Çünki zaten hələ balacadır, 6 yaşı var, 1-ci sinifə gedir. Və uşağın da o müəyyən bir dövrü var ki, onu yox, psixoloji olaraq onu olmazlarla nə qədər böyütmək olar ki? Ümumiyyətlə 7 yaşa qədər uşağa yox deməməlisən. Hə, mən gözləyirəm, baxıram, nə isə istəyirsə, nə isə eləmək istəyirsə, deyirəm ki, neyirsən ona qurban? Görürəm ki, o ona özünü hazırlayır, o onu istəyir. Deyirəm, qoy getsin, o orada ziyanı görsün, görsün ki, onu eləmək olmaz. Özü başa düşür. Özü onu reallıqla görməlidir. Və onun həyat təcrübəsidir. Biri var, sən onun beynində pis qalasan ki, anam qoymadı. Biri də var ki, desin ki, anam məni sevir, amma anam düz deyirmiş, kaş bunu eləməzdim. Öz təcrübəsində bunu yaşasın. O uşaq vaxtından körpəliyin qoy təcrübəni yaşasın. Ki, nə istəyir, qoy onu eləsin. Zaten o pis bir şeydir. O görəcək ki, onu incitdi. O onu bir də eləməyəcək. Onun üçün mən çalışıram ki, hələ ki onu o yoxlarla biz elə o qədər ki olmaz yoxlarla böyümüşük. Artıq müəyyən bir yaşdayıq. Bizə nə isə olmaz, yəni deyirik, qurban olum demədən nə qədər olmaz, insan nə qədər olmaz. Bu da olmaz. Hələ də olmaz. Yəni doğrudan müəyyən bir yaşda artıq insan onu eşitməməyə başlayır. Ki mən olmazı nə qədər eşidəcəm. Belə də ki olar. Prinsipə düşür, eləyir onu. İnsan psixologiyası da bu, nəyə ki deyirsən olmaz, biraz daha maraq onda oyanır ki, görürsən. Qadağa olunmuş hər bir şey daha çox maraq doğurur. Daha çox maraq doğurur. Görürsən orada nə var ki, mənə deyirlər yox. Amma onun olmazın, niyə olmazı gərək aşılayasan, niyə olmazı başa salasan ki? Məntiqli şəkil. Hə, ki olmaz buna görədir. Olmazı gedib özü tapmasın. İndi o insan da gedəcək, bəlkə də qabağını kəsə bilməyəcəksən, gedəcək özü görəcək, amma bacardığın qədər o nə ki olmaz, onu gərək başa salasan ki, o bilsin olmaz nəyə görədir. Yəni, məsələn, spişkadı yandırdın, sənin əlivi yandırar. O onu hələ bilmir də. Ki, bunu yandırdım, sənin əlivi yandırar. O bir dəfə əli yanacaq, deyəcək ki, hə. Təbii də öz təcrübəsində. Həm də ki, mən əvəzsiz sevirəm, amma balasını sevirəm. Bilmirəm, indi mənim bəlkə mənə elə gəlir ki, mənim sevgim hər kəsdən daha fərqlidir. Mən bacardığım qədər onun xətrinə dəymirəm. O nəyisə əlindən salıb qıra da bilər, nəyisə dağıda da bilər, ən bahalı əşyamı korlaya da bilər, ləkəliyə də bilər. Deyirəm ona qurban, canın sağ olsun, sənə qurban olsun. Onu mən də eləyə bilərdim də. Yəni uşaq ilə dəyişən fərq nədir? Bunu buradan deyirəm ki, çox valideynlərdə görürəm. Mən də eləyirəm. Çünki mən valideynlər o şeylərlə uşaqları sıxmasınlar, o şeylərlə uşaqları ağladıb qanlarını qaraltmasınlar. Çünki onu biz də eləyə bilərik. Biz eləyəndə olur, uşaq eləyəndə olmur. Bizim də əlimizdən düşür nəsə sınırlar, normal bir şeydir. Yox, nəfsənin qəlbinə dəymək mənim ən axırıncı istədiyim bir şey ola bilər. O da mümkün deyil. Yəqin ki də hər zaman da bu belə də mütləqdir ki, davam eləyəcək.